Deməli, bir dənə mahnı ilə qarşılaşdım. Dostlar, illər bundan öncə o mahnı mənim üçün yazılmışdı. Amma bugün görürəm ki, mahnı kimlərəsə daha doğrusu təqdim olunur. Əslində mahnının kimlərəsə təqdim olunmağında və oxuyan insanın heç bir günahı yoxdur. Sadəcə onu yazan bəstəkarın günahı var ki, hansı ki o mahnı mənə təqdim olunub. O mahnının mən demosunu oxumuşam. Amma bugünkü gün o mahnı kiməsə verilirsə halal xoş olsun, problem deyil. Amma mən o mahnını oxusam yenidən, onu da mənə heç kim irad tuta bilməz. Çünki mən illər bundan öncə, hardasa deyim bir il yarım bundan öncə o mahnı mənə təqdim olunub. Mən onun demosunu da oxumuşam, məndə də var. Mən də oxuyacağım o mahnını. Amma sonra deməsinlər ki, niyə oxudum? Çünki bəstəkarın mənə icazəsi var idi. Halal xoş olsun.